Hər birinizə təşəkkür edirik. Bura təşrif buyurdunuz. İkinci liqanın maçı olmasına baxmayaraq, həm media tərəfdən, həm azarkeşlər, həm də komandalar tərəfdən çox xoş bir atmosfer var idi. Və Peşəkar Futbol Liqası adından ilk olaraq komandalara təşəkkürümüzü bildirmək istəyirik. Və Şaxtar Qusar komandası da burada xüsusi rol oynayır. Həm azarkeş dəstəyi baxımından, həm göstərdiyiniz peşəkarlıq baxımından. Təbii ki, çempionatın sonuna hələ 2 maç var, amma gedişata uyğun olaraq hansının nələri baş verəcək gözləyirik, bilmirik. Maç bizim üçün uğurlu bir məqamda keçdi, uğurlu bir tərzdə keçdi. Biz istərdik Şaxtar Qusar komandasının baş məşqçisi, bir zamanlar tanıdığımız, tanınmış futbolçularımızdan biri Elnur bəy ilk öncə fikirlərini bildirsin, suallar olarsa davam edərik. Buyurun bəy. Yəni suallar olacaq, yoxsa özüm? Siz bir qısaca açıqlamalarına sorun. Hər birinizi salamlayıram. Oyunla bağlı, yəni mən bura gəlməmişdən qabaq mənim qarşıma məqsədi qoyuldu. Birinci divizyon, bir də çempionluq. Yəni birinci divizyon rəsmiləşdirdik, 6 tur qalmış. Qalı çempionluq düzdür. Rəqibimiz, yəni Şafa olmasaydı, deyəlim 6 tur qabaq çempionluğu qeyd edərdik. Amma bu rəqibimiz güclüdür həqiqətən. Heyəti, məşqçisi olsun. Yəni mənim üçün həyatda düzdür, maddiyyat önəmlidir. Amma istək ondan da önəmlidir. Bu gün mənim komandam istəkli idi. Mən onlarla fəxr edirəm, qürur duyuram. Yəni necə ki, birinci gündən başlamışıq, indiyə kimi, yəni məqsəd çempionluqdur. Yəni əlimizdən gələcək, inşallah sevinən tərəf biz olarıq, amma deyə bilmərəm indi biz artıq çempion olmuşuq. Çünki iki rəqibimiz var, Qusar, bir də Dinamo. Yəni onlara hörmət istəyirəm. İnşallah sevinən tərəf biz olarıq. Sağ olun, buyurun. Təşəkkür ederim. Burada qarşımızda birinci məqsəd çempionluq və vəsiqə idi. Birinci liqada tapşırıq, məqsəd, hədəf nə olacaq? Vallahi hal-hazırda o barədə heç şey deyəmərəm, çünki rəhbəri məni çağırmalıdır, yəni o vaxtda danışmalıyıq. Məsəl üçün, rəhbəri mənə büdcə qoyulmalı ki, bu büdcə ilə bu yerdə, bu büdcə ilə məsələn çempionluq. Yəni hal-hazırda heç bir danışığımız olmuyor, yəqin ki, bitdikdən sonra danışacağıq o vaxtda. Hal-hazırda mən nəsə deyə bilmərəm. Təşəkkür edirəm. Özünüz futbol gəndə belə ahvalda oynamısınız 20 ildə. Bəli. Mən Xəzər Lənkəranda oynamışam bu havada. Möhtəşəm idi. Yəni mənim üçün heç bir problem yoxdur. Mən narahat idim biraz futbolçularım. Elə futbolçular var ki, bu havada oynamayıb. Amma onlara bir motivasiya verdim. Yəni azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm. Futbolda həqiqətən azarkeşsiz futbol heç bir şeydir. Yəni güclü komanda oynasa belə azarkeş məncə olmalıdır. Onlara minnətdaram, təşəkkür edirəm. İnşallah Allah sevindirəcək Allah'ın izniyle. Birinci ligada Şaxtar Qusarda oynaya biləcək? Valla gönül istərdi ki oynayaq. Yəni, azarkeşin qabağında oynamaq bu 1-0 öndə başlayır oyunu. Valla bir şey deyə bilmirəm. Yəni, bilsəydim açıqlama verərdim. Sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm sizə, sağ olun, Allah razı olsun.